Və aleykum assalam. Sual belədir ki, qibləni səhv bilib qılsan namaz səhihdir və ya qılırsan namazda yadına düşür ki, səhv tərəfdədir. İkinci rükətdən sonra düzəltdin. Deməli, məsələ belədir də. Əgər sən deməli namazın içində tutam ki, bir rükət qıldın, sonra yadına düşür ki, sənin qibləni səhv eləmisən. Sən namazdayken qibləvi düzgün istiqamətə yönəldirsən və namazı da qılırsan, heç bir problem yoxdur. Yəni bu namazın içində yadına düşsə əgər. Amma yox, namazı qıldın qutarandan sonra yadıma düşdüsə ki, sən qibləni səhv tutmusan, o zaman alimlərdə burada iki rəy var. Bəzi alimlər deyir ki, qaytarmağa ehtiyac yoxdur. Çünki Allah Subhanahu Quran-Kərimdə buyurur ki, hara çönürsən çör, hər yer Allahın qibləsidir. Bəzi alimlər isə deyir ki, burada baxır namazın vaxtına. Əgər qıldığı namazın vaxtı çıxıbsa, qaytarmır. Amma vaxtı çıxmayıbsa, həmən namazı yenidən qılır. İnşallah hər ikisinə də dəlillər vardır. Amma ehtiyatla inşallah ki, ikinci rəyi götürsə ki, yəni namaz qıldı, qutardı, birdən yadına düşdü ki, qiblə səhvdir. Əgər namazın vaxtı çıxmayıbsa, həmən namazı yenidən qılsa, inşallah ki, ehtiyat babından tərəfdən daha yaxşı olar.